إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. Əmmə ba'd. Əziz qardaşlarım, həmişə olduğu kimi sizə Allahdan qorxmağı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsihət edirəm. Üçüncü fəsil Rasulullah sallallahu aleyhi və səlləmin saçı barədə varid olanlardır. İmam Əbu İsa Ət-Tirmizi bu fəsili ayrıca zikr etmiş və burada Peyğəmbər sallallahu aleyhi və səlləmin saçlarının nə cür olduğunu, onun bu saçlara necə baxdığını, onları hansı vaxtlarda daradığını xəbər verən hədislər varid etmişdir. Halbuki bu fəsil də birinci fəslə Peyğəmbər s.ə.v-in xilqətinə aiddir. Bu hədislərdə sahabələr xəbər vermişlər ki, Peyğəmbər s.ə.v-in saçlarının bəzən qulaqlarının yarısına, bəzən qulağının mərcəyinə, bəzən də çiyninin üstünə çatardı. Bütün bunlar onu bildirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səbəbsiz olaraq saçlarını qırxmazdı. Yəni, onun hər zaman saçı olardı. Bu xüsusda İbn-i Qeyyim rahiməhullah Zadul Maad fi Hədyi Xayrəl İbad əsərində demişdir. Rasulullah sallallahu aleyhi və səlləm saçlarını ya buraxar, ya da tam qırxardı. O, heç vaxt saçının bir qismini qırxıb, digər qismini saxlamazdı. Və yalnız həc və ümrə ziyarətləri əsnasında saçlarını tam qırxardı. Demək, Rasulullah s.a.v. saçlarını hərdən çiyinə qədər uzadar və arabir uclarından alıb onları qısaldardı. Rasulullah s.a.v. əvvəlki peyğəmbərlərin, Musanın, İsa'nın və digərlərinin, həmçinin saçlarının uzun olduğu və ya çiynindən bir qədər yuxarı olduğunu vəsf etmiş. Həmçinin Quran-ı Kərimdə onlardan biri barədə, yəni onun saçının, saqqalının olması xəbər verilir. Harun aleyhissalam ki, qardaşı Musaya deyir, ey anamın oğlu, saqqalımdan, saçımdan tutma. Bütün bunlar onu göstərir ki, peyğəmbərlərin hamısının saçı və saqqalı olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, insan saçını 4 haldan birində qırxır. Diqqətlə bu hallara nəzər yetirin. Həc və ümrə ziyarətləri əsnasında saçlara sirkə, bit və s. düşdükdə sərinlənmək üçün və bir də batil əqidəyə qulluq edən kimsələrə oxşamaq məqsədi ilə. Bu hallardan birincisi vacib, yəni həc və ümrə ziyarətlərində saçı qırxmaq vacibdir. İbadətin bir hissəsidir. İkincisi caiz, ola bilər saçı qırxmaqla saçdakı xəstəlik aradan qalxsın və ola bilər saçları qırxmadan hansısa bir dərman vasitəsilə başda olan xəstəliyi aradan qaldırasın. Üçüncüsü mübah, sərinlənmək üçün çox isti olarsa qırxmağa icazə verilir. Dördüncüsü isə haram sayılır. Kiməsə özünü oxşatmaq məqsədi ilə saçını qırxmaq olmaz.
24-cü hədis Ənəs ibn Malik radiyallahu anh demişdir. Rasulullah sallallahu aleyhi və səlləmin saçları qulaqlarının yarısına çatırdı. Bu hədisi Əhməd, Muslim, Abu Davud, Nəsai və İbn-i Macə rəvayət etmişdir. Hədis səhih hədisdir. Digər hədislərdə Rasulullah s.ə.v-in saçlarının qulağının mərcəyinə və ya çiyninə çatdığı bildirilir. Bu hədisdə isə qulağının ortasına çatdığı bildirilir. İmam İbn Kəsir rahiməhullah Bidayə və Nihayə əsərində bu hədislərdən bəzisini zikr etdikdən sonra demişdir. Bu hallar arasında heç bir ziddiyyət yoxdur. Belə ki, onun saçları bəzən uzun, bəzən də qısa olmuşdur. Odur ki, onun saçlarını vəsf edən sahabələrin hər biri gördüyünü xəbər vermişdir. 25-ci hədis Ayşə radiyallahu anhə demişdir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə bir qabdan su götürüb qüsl edərdim. Onun saçları çiyninin üstünə və mərcəyindən aşağı düşərdi. Bu hədisi Əhməd, Abu Davud, Tirmizi və İmam İbn Macə rəvayət etmişdir və Muhammed Nasirəddin Albani Muxtəsər-i Şimal əsərində hədisin həsən, səhih olduğunu demişdir. İmam Tirmizi bu hədisi Sünnən əsərində nəql etdikdən sonra demişdir. Bu hədis həsən, səhih və yalnız bu yöndən rəvayət edilmiş bir hədisdir. Bu hədis Ayşədən başqa isnadlarla rəvayət olunmuş və həmin rəvayətlərdə onun saçları çiyninin üstünə və mərcəyindən aşağı düşərdi sözü zikr edilməmişdir. Hədisin axırı zikr edilməyib. Və Əbu Abdurrahman İbn Əbu Zinad etibarlı ravidir. Yəni hədisin bu rəvayətində sonundakı o axırıncı cümlə bu etibarlı ravinin əlavəsidir. Belə ravilərə fika deyilir və ərəbcə ziyadətü fika, yəni etibarlı ravinin əlavəsi də məqbuldur, rədd olunmazdır. Malik ibn Ənəs məşhur alimlərdən Malik ibn Ənəs rahiməhullah onun etibarlı ravi olduğunu söyləmiş və onun rəvayət etdiyi hədisləri yazmağı buyurmuşdur. Tirmizi demək istəmişdir ki, Abdurrahmanın bu əlavəsi mötəbər sayılır. Ha belə İbn-i Ma'in rahiməhullah Abdurrahman İbn Əbu Zinadın mötəbər ravi olduğunu bildirib demişdir. O, Hişam İbn Urvadan hədis rəvayət edən insanların ən etibarlısıdır. Bu rəvayəti də Abdurrahman məhz Hişam İbn Urvadan, o da atası Urva ibn Zübeyrdən, o da Ayşə radiyallahu anhadan rəvayət etmişdir. Hədisin ravisi Ayşə bint Əbu Bakır, Abdullah ibn Əbu Quhafə, Osman ibn Amr Ət-Teymiyyə radiyallahu anha Rasulullah sallallahu aleyhi və sələmin zövcəsi, möminlərin anası, bu ümmətin qadınları arasında İslam dinini ən yaxşı bilən qadın və ən çox hədis rəvayət edən 7 sahabədən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən 2210 hədis rəvayət etmişdir. Buxari və Muslim birlikdə ondan 174 hədis, ayrı-ayrılıqda Buxari 54, Muslim isə 69 hədis rəvayət etmişdir. Onun fəzilətinə dair neçə-neçə hədislər varid olmuşdur. Bunlardan bir neçəsini qeyd edir. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm Ayşədən sən həm bu dünyada, həm də axirətdə mənim zövcəm olmağa razısanmı deyə soruşdu. Ayşə əlbəttə razıyam deyə cavab verdi.
Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, dünyada da, ahirətdə də sən mənim zövcəmsən. Bu hədis Ayşə radiyallahu anh'ın açıq aydan cənnətlə müjdələməsinə xəbər verir. Lakin Rasulullah sallallahu aleyhi və səlləmin zövcəsi olması və möminlərin anası olması bəs edir. Rasulullah sallallahu aleyhi və səlləmin zövcələrinin hamısı onunla birlikdə Firdovs cənnətində olacaq. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm yenə bu qadını tərif edib demişdir. Kişilərdən bir çoxları kamilliyə çatmışdır. Qadınlardan isə yalnız Fironun həyat yoldaşı Asiya və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Ayşənin digər qadınlardan üstünlüyü isə ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir. Bu ümmətin ən fəzilətli qadınlarından biridir. Radiyallahu anhə. Və Nur surəsinin 11-ci ayəsindən 22-ci ayəsinə qədər qiyamətə qədər oxunacaq o ayələr onun nə cür fəzilətli qadın olduğuna yenə dəlalət edir. Burada Ayşə radiyallahu anhə bir qabdan su götürüb qüsl edərdi, deyir. Buxarinin səhihində bu qabın fərəq adlandırıldığı xəbər verilir. Fərəq. Bu qaba fərəq deyilir. Müslimin səhihində isə bir fərəq 3 saya bərabərdir, deyilir. Və lüğətlərdə sa ölçü vahididir və 4 mudda bərabərdir. Bir mudd isə insanın 2 ovuzuna bərabərdir. Demək, Rasulullah sallallahu aleyhi və səlləm və onun zövcəsi cəmi 12 ovuz su ilə qüsl edərdi. Və bu da onlara bəs edərdi. Əlbəttə ki, suyun qədrini bilən kimsələrə az miqdarda su belə bəs edir. Allah o suya bərəkət verir. Diqqət edin. Rəvayət edilir ki, bir nəfər Cabir ibn Abdullah radiyallahu anhdan qüsl barəsində soruşdu. Cabir, sənə bir sa su kifayət edər deyə cavab verdi. 4 ovuz, təsəvvür edirsiniz. Oradakılardan birisi mənə bəs eləmir deyə etirazını bildirdikdə, Cabir ona dedi, saçı sənin saçından daha gür, özü də səndən daha xeyirli olan birisinə bəs edərdi. Rasulullah s.ə.v. qəsd edir. 4 ovuz su təsəvvür edirsinizmi? Əvvəla bu, həmin suyun nə dərəcədə bərəkətli olduğunu, ikincisi də israfa yol verməməyə dəlalət edir. Ayşənin radiyallahu anh qüsl edərdin sözü onun bir dəfə yox, dəfələrlə Rasulullah s.ə.v. birlikdə qüsl etdiyindən xəbər verir. Bu da kişinin öz zövcəsi ilə bir yerdə, bir vaxtda və bir qabdan su götürüb qüsl etməsinin caiz olduğuna dəlalət edir. (26-cı hədis) Bəra İbn Azib radiyallahu anh demişdir. Peyğəmbər s.ə.v. orta boy, enli kürək bir adam idi. Saçları da qulaqlarının mərcəyinə çatırdı. Bu hədis barədə 3-cü və 4-cü hədislərdə artıq danışmışıq. Hədis səhih hədisdir, Buxari və Müslim rəvayət edir. 27-ci hədis Qatadə rahimehullah demişdir. Mən Ənəsdən Rasulullah s.ə.v-in saçları nə cür idi deyə soruşdum. Dedi, onun saçları nə qıvrım, nə də dümdüz idi. Həm də qulaqlarının mərcəyinə çatırdı. Bu hədis barədə də 1-ci və 2-ci hədislərdə danışmışıq. Bu hədisdə səhih Buxari, Müslim, Nəsai və İbn Macə bu hədisi rəvayət edir. 28-ci hədis Ummu Hani bint Abu Talib radiyallahu anhə demişdir. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm Məkkəyə gəldi. Saçlarında 4 hörük var idi.
Bu hədisi Əhməd, Abu Davud və İbn-i Məcə rəvayət etmişdir. İmam Tirmizi bu hədisi Sünən əsərində rəvayət etmiş və belə demişdir. Bu, Həsən qərib hədisdir. Muhammed, yəni İbn İsmail əl-Buxari demişdir. Buxari, rahiməhullah, Tirmizinin şeyxi olur və öz şeyxinin dediyini nəql edir Tirmizi. Mən Mücahidin Ummuhani'dən hədis eşitdiyini bilmirəm. Bu, Buxarinin sözüdür. Lakin, bilirsiniz, Buxarinin şərtləri çox ağır şərtlərdir, dəqiq şərtlərdir. Lakin bir çox alimlər bu hədisin səhih olduğunu söyləmişlər. O cümlədən Muhammed Nasiruddin Albani də Muxtasar Əş-Şəmail əsərində bu hədisin səhih olduğunu demişdir. Qeyd edək ki, Mücahid İbn Cəbr əl-Məxzumi hicrətin 21-ci ilində dünyaya gəlmiş, Ummuhani isə Əli ibn Əbi Talibin vəfatından az bir müddət sonra təqribən hicrətin 40-cı və ya 41-ci ilində vəfat etmişdir. Üstəlik, Mücahid də Ummuhani kimi Məkkəlidir. Hər ikisi Məkkədə yaşayır. Demək, ehtimal edilir ki, Mücahid bu hədisi Ummuhanidən eşitmiş olsun. Böyük ehtimaldır. Elə bu səbəbdən də bir çox alimlər bu hədisin səhih olduğunu söyləmişlər. Hədisin ravisi Ummuhani bint Abu Talib İbn Abdülmuttalib Əl-Haşimiyyə Əl-Məkkiyyə radiyallahu anh'a Peyğəmbər sallallahu aleyhi və sələmin əmisi qızı həm də Əli və Cəfərin radiyallahu anh'manın doğma bacılarıdır. Ummuhani onun kunyəsidir, yəni Haninin anası. Həm də onun 4 övladından birinin adıdır, Hani. 4 övladı olmuş, onlardan birinin adı Hani. O adla özünə kunyə götürmüşdür. Adı isə bu qadının Faxitə və ya Hinddir. Ummuhani radiyallahu anh'a İslam dininin Məkkənin fəthi günü qəbul etmişdir. Və Peyğəmbər s.ə.v-dən 46 hədis rəvayət etmişdir. Burada radiyallahu anh xəbər verir ki, bir dəfə Rasulullah s.ə.v Məkkəyə gəldi. Bu demək deyil ki, Rasulullah s.ə.v cəmi bir dəfə Məkkəyə gəlib. Peyğəmbər s.ə.v hicrət etdikdən sonra cəmi 4 dəfə Məkkəyə gəlmişdir. Qəza ümrəsini yerinə yetirdikdə, yəni müşriklər Hudeybiyyədə müsəlmanlara ümrə ziyarətinə yerinə yetirməyə mani olduqdan sonra növbəti il həmin ümrənin qəzasını yerinə yetirdikdə. Məkkənin fəthində, Ciranə ümrəsində və bir də Vida həccində 4 dəfə Məkkəyə gəlib Rasulullah s.ə.v. Rəvayət edilir ki, Ənəsdən Peyğəmbər s.ə.v neçə dəfə ümrə ziyarəti etmişdi deyə soruşdular. Dedi, 4 dəfə. Zülqidə ayında müşriklər onun yolunu kəsdikləri vaxt Məkkəyə girmədən dayandığı yerdə yerinə yetirdiyi Hudeybiyyə ümrəsi, müşriklərlə sülh bağladıqdan sonra növbəti il Zülqidə ayında yerinə yetirdiyi qəza ümrəsi, qənimətləri bölüşdürdüyü vaxt yerinə yetirdiyi Ciranə ümrəsi. Ciranə bir yerin adıdır. Ravi deyir ki, mən bəs neçə dəfə həcc ziyarətini yerinə yetirmişdir deyə soruşdum. Ənəs bir dəfə deyə cavab verdi. 4 dəfə ümrə o demək deyil ki, 4 dəfə Məkkədə olub və Məkkənin fəthi də 5-ci dəfə Məkkədə olmaz. Yox. Gördüyünüz kimi, 1-ci ümrə Hudeybiyyədə olub. Hudeybiyyədən o yana buraxmayırlar onları. Olduğu yerdə saçını da qırxır, ehramdan da çıxır və ümrəsini tam yerinə yetirir. Saçlarında 4 hörük var idi. Bu sizi çaşdırmasın. Peyğəmbər s.ə.v saçlarını qadın kimi hörməzdi. Özünü qadına oxşatmazdı. İbn Həcər rahiməhullah demişdir. Peyğəmbər s.ə.v-in səfər əsnasında saçları uzanıb qurulmuş
və elə bu səbəbdən də onları hörükləmişdir. Və bu hədisi izah edən Əbu Ali ibn Muhammed el-Haravi Cəmi-l Vasail fi Şərh-i Şəmal əsərində demişdir. Bir çox ölkələrdə hörmətli şəxsiyyətlər saçlarını hörməyi özlərinə adət etmişlər. İndi də saçlarını hörürlər. Lakin onlar saçlarını ön tərəfdən hörür və beləliklə də qadınlara bənzəmirlər. Belə ki, qadınlar saçlarını arxa tərəfdən hörürlər. Saçları ön tərəfdən hörmək qadınlara bənzəməmək üçün kifayət edir. Təsəvvür edirsiniz, Peyğəmbər s.ə.v-in hörüyü necə idi? Ön tərəfdən. İkisi bir tərəfdən, ikisi bir tərəfdən. 4 hörük. (27-ci hədis) Ənəs ibn Malik radiyallahu anh demişdir. Daha doğrusu 29-cu hədis. Ənəs ibn Malik radiyallahu anh demişdir. Peyğəmbər sallallahu aleyhi və sələmin saçları qulaqlarının yarısına çatırdı. Diqqət edirsinizmi? Eyni ilə 24-cü hədis kimidir. Bəs İmam Abu İsa Tirmizi bu hədisi niyə təkrar rəvayət edib? Ənəsdən rəvayət edilmiş bu 24-cü hədisə bənzəsə də, bu hədis 24-cü hədisə bənzəsə də, 29-cu hədisdəki bu isnadla varid olmuş hədisin mətnində ərəbcə nısf yox, ənsaf deyilir. Bu da ərəb dilinin nə dərəcədə zəngin olduğunu bir daha sübuta yedirir. Belə ki, ərəbcə nısf yarısı, ənsaf isə bunun cəmi, yəni yarıları deməkdir. Belə olduğu təqdirdə hədis qulaqlarının yarılarına kimi tərcümə edilir. Hərfi tərcüməsi belədir hədisin. Bu da ərəb dilinin incəliyidir ki, iki sayda ismi cəm şəklində olan vəsflə vəsm etmək olar. Bu məsələyə dair bu ayəni dəlil gətirmək olar. Ayəyə diqqət edin. Əs-səriqu və-səriqatu fəqta'u əydiyəhumə etdikləri əməlinin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin. Maidə surəsinin 38-ci ayəsidir. Diqqət edin. Oğru kişinin və oğru qadının əlləri kəsilsin deyildikdə, onlardan hər birinin bir əli kəsilməsi, yəni cəmi 2 əlin kəsilməsi buyurulur. Lakin Uca Allah bu ayədə ərəbcə yədeykumə 2 əlini yox, əydiyəkumə əllərini deyir. Daha doğrusu fəqtau əydiyəhumə. Allah Subhanahu bu ayədə yədeyhimə demir, əydiyəhumə deyir. Cəm şəklində fikir verdinizmi? Bu da ərəbcə bu cür ifadə edilməsinin caiz olduğuna dəlalət edir. Yəni, hədisin mətnində fayda olduğuna görə Tirmizi rahiməhullah bu hədisi təkrar gətirib. Bu hədis də səhih hədisdir. Abu Davud Nəsai hədisi rəvayət etmiş və Muhammed Nasrəddin Albani Muxtasar Əş-Şəmail əsərində hədisin səhih olduğunu bildirmişdir. 30-cu hədis İbn Abbas radiyallahu anhuma demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm saçlarını alnına tökərdi. Müşriklər isə saçlarını tağ ayırardılar. Ha belə kitab əhli də saçlarını alnlarına tökərdilər. Peyğəmbər s.ə.v Allahın ona buyurduqları istisna olmaqla digər işlərdə kitab əhlinə uyğun hərəkət etməyi xoşlayardı. Sonralar isə o, saçlarını tağ ayırmağa başladı. Bu hədisi Buxari, Muslim və Abu Davud rəvayət etmişdir. Hədis səhih hədisdir. Hədisdə ravi Peyğəmbər s.ə.v-in kitab əhli kimi hərəkət etməsini xoşladığını xəbər verir. Bu da ya Peyğəmbərlərin hamısının hənif dinində və tovhid əqidəsində olduğundan, ya da kitab əhlinin haqqa
bütpərəstlərdən daha yaxın olduğundan onların etdiyi əməlləri etməyi xoşladığına dəlalət edir. Yəni, Peyğəmbər s.ə.v buna görə onlar kimi əməl etməyi xoşlayardı. Keçmiş zamanda. İbn Abbas rəvayət edir ki, Peyğəmbər s.ə.v Mədinəyə gəldikdə, Yahudilərin Aşura günü oruç tutduqlarını görüb soruşdu ki, bu nədir? Onlar dedilər, bu gözəl bir gündür. Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür. Elə bu səbəbdən də Musa həmin günü oruç tutmuşdur. Peyğəmbər s.ə.v buyurdu, mən Musaya onun etdiyini davam etməyə sizdən daha haqlıyam. Sonra o, həmin günü oruç tutdu və sahabələrinə də oruç tutmağı əmr etdi. Lakin, qeyd etmək lazımdır ki, bu, yalnız Peyğəmbər s.ə.v-in həyatda olduğu dövrə aiddir. İslam dini kamil olduqdan sonra isə kitab əhlinin etdiyi bir əməli ibadət məqsədi ilə etmək qadağandır. Peyğəmbər s.ə.v hədislərin birində özlərini kafirlərə oxşadacaq müsəlmanları qınayıb demişdir. Siz özünüzdən əvvəlkilərin yolunu tutub, qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də ora girəcəksiniz. Yəni, alçaq bir iş görsələr, siz də o alçaq işi onlara oxşamaq üçün edəcəksiniz. Biz dedik, ya Rasulullah, Yahudiləri və xristiyanları mı qəsd edirsən? Peyğəmbər s.ə.v buyurdu, başqa kim ola bilər ki? Təəssüf ki, indiki müsəlmanlar istər saç düzümlərində, istər geyimlərində, istərsə başqa işlərdə kafirlərə oxşamağa can atır və bununla da onları razı salacaqlarını güman edirlər. Halbuki uca Allah Quran-ı Kərimdə onların müsəlmanlardan heç vaxt razı qalmayacaqlarını xəbər verir. وَلَنْ تَرْضَ عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ. Sən Yahudilərin və xaçpərəstlərin dinini tabi olmayınca onlar səndən razı qalmayacaqlar. Yalnız Allahın haqq yolu doğru yoldur. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, onlara oxşasan, onların yolunu tutub getsən, onlar kimi olmağa can atsan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar. Bunu Peyğəmbər s.ə.v deyir Allah Taala. O biri müsəlmanlar necə? Bu hədis, dediyim kimi, səhih hədisdir, Buxari və Müslim rivayət edib. 31-ci hədis, yenə Ummu Hani radiyallahu anhə rivayət edir. Mən Peyğəmbər s.ə.v-in saçlarında 4 hörük olduğunu görmüşəm. Bu hədisi Tirmizi rivayət etmişdir. Və Muhammed Nasrəddin Albani Muxtasar-ı Şəmal əsərində hədisin səhih olduğunu bildirmişdir. Bu hədislə 28-ci hədisin arasındakı fərq bunların mənasında yox, ancaq ləfzindədir. Ona görə Tirmizi rahiməhullah bu hədisi təkrar nəql edib. Belə ki, bu hədislərin birində hörriyə ərəbcə qadəyir, digərində isə dafəir deyilir. Beləliklə bu fəsili, 3-cü fəsili tamamladıq. Bu fəsildəki hədislərdən aydın olur ki, Rasulullah s.a.v-in saçları bəzən qulaqlarının yarısına, bəzən qulağının mərcəyinə, bəzən qulaqları ilə çiyninin arasına, bəzən çiyninə yaxın, bəzən də çiyninin üstünə çatardı. 5 halda olar. Sual vermək olar ki, bu cür saç saxlamaq sünnədirmi?
əvvəla saçı tam qırxmaq səbəbsiz olaraq sünnəyə ziddir. Lakin saç saxlamağa gəlincə, belə cavab verirsiniz ki, hər kəs yaşadığı ölkəyə uyğun şəkildə və cəmiyyətə müxalif olmamaq şərti ilə istədiyi şəkildə saç saxlaya bilər. Bir şərtlə ki, bu saç düzümü nə qadınların, nə də kafirlərin saçına bənzəsin. Bənzəməməlidir. Bu xüsusda rəvayət edilən hədisdə İbn Abbas radiyallahu anhuma demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm özlərini qadınlara oxşadan kişiləri və özlərini kişilərə oxşadan qadınları lənətləmişdir. Digər bir hədisdə Rasulullah s.ə.v demişdir. Hər kim özünü bir qövmə oxşadarsa, o kimsə onlardan sayılar. Bəlkə də onlarla bərabər qiyamət günü həşr olunur. Hər kim özünü bir qövmə oxşadarsa, o kimsə onlardan sayılar.